əzizləyicilər, hər vaxtınız xeyir. Bu gördüyünüz avtomobil BMW X5-dir, 2024 modeldir və G05-dir. Avtomobilin bir neçə problemləri olub, hər zaman biz baxmışıq. Ask sistemlərə qədər problemləri var idi, aradan qaldırmışıq. Bugünkü günü faktiki olaraq avtomobilin daha doğrusu bizim yanımıza yaxınlaşma səbəbi avtomobil M-paketə yığılıb və gördüyünüz kimi avtomobildə bu faralar dublikat faralardır və bu avtomobildə bu faraların problemi var. Problemi isə nədən ibarətdir? Bu tərəf işləyir, amma bunun açarlardır burada. Amma sürücü tərəf farasında problem var. Yaxın vuran işıqlarda, uzaq vuran işıqlarda və gündüz angellərində, gündüz işıqlarında problem olduğuna görə də işləmirdi. Amma gördüyünüz kimi avtomobilin hər iki farasında olan problemləri aradan qaldırdıq. Sürücü tərəf farada olan problemi də tamamilə aradan qaldırdıq. Həm blokunda olan problemi aradan qaldırdıq, həm tok problemi vardı, onu aradan qaldırdıq. Və diagnostika adaptasiya işlərini də gördük. Bütün hər birisi işlək vəziyyətdədir. Yanında göstərək. Müştərimizə xeyirli uğurlu olsun. Əgər siz də güvənli və etibarlı servis istəyirsinizsə, bizim servisə seçib yaxınlaşa bilərsiniz. F və C seriyalarında, yəni 2014-dən üzü 2026-ya qədər istənilən BMW-lərdə elektrik işlərini görürük. Hamısı da zəmanətlə, hamısı da keyfiyyətli formada. Və bütün iş proseduru isə tamamilə olaraq şəffaf formada görülür. Təşəkkürlər, izləmədə qalın.